Bir daha sabahınız xeyir, hörmətli tamaşaçılar. Dünya çempionatında artıq 3 gündür ki start verib və birinci turun bir neçə qarşılaşması baş tutub. Hər kəsin gözlədiyi kimi təbii ki, Türkiyə-Avstraliya matçı idi. Siz baxdınız oyuna? Mən onun oyunun təkrarına baxdım. Çox şükür ki, İctimai Televiziyanın efirində gecə saatlarında, hətta səhərə yaxın keçilən oyunların təkrarını günorta saatlarında baxmaq olur. Mən də günorta saatlarında baxdım. Nə yalan deyim, Avstraliyanın əməlli başlı orada təzyiqi, gücü hiss olunurdu. Hiss olunurdu ki, biraz əvvəl demişdiniz ki, bəli, çox ciddi hazırlaşmışlar və çox ciddi təhlil olunmuşdu. Mən biraz futbol dilində izah edəcəm, çox qısa. 5 müdafiəçi və 4 build-up'ı bloklamaqla rəqibi cinahlardan işləməyə məcbur elədi. Hansı ki, Türkiyə komandası cinahlarda və asmalarda elə də effektli deyil. Müdafiədə çünki Avstraliya komandasında 3 mərkəz müdafiəçi yer alırsa, onların ən qısa boylusu 1.91 boyundadır. Təsəvvür edirsiniz? Heç nə. Ən qısa boylusu 1.91 və onların arasında mərkəz müdafiəçisi olan Türkiyə millisi mərkəz müdafiəçisi 1.70 boyunda Kərəm Aktürkoğlu heç nə ilə yadda qala bilmədi. Və mən yadımda da dünən elə qarşıma memlər çıxırdı. Bu 1.90'lar yuxarı qalxır, boyu nə qədərdir? 1.70 də qalıb o ikisinin ortasında. Yəni bu bir daha oyunun da real vəziyyətini göstərdi həm də. Bəli, hətta Avstraliya millisinin baş məşqçisi mətbuat konferansında demişdi ki, biz Türkiyəni çox yaxşı təhlil etmişik və zəif nöqtələrini bilirik. Amma bunu heç kimə deməyəcəyik. Məncə elə zəif nöqtələrindən biri də boy məsələsi ola bilər. Ola bilər. Türkiyə niyə yaxşı təhlil eləməyib bəs? Nə baş verir bu? Bütün azarkeşlər, bütün futbol sevərlər bunu baş məşqçi Mantellanın üzərinə atırlar bu məğlubiyyəti. Təbii ki, bir mənalı şəkildə buna məsul şəxs cavabdır, baş məşqçidir. Mən ümidlərimi belə deyim, pozmaq istəmirəm. Ümidlərim ölməyib, ümidlərimi öldürmək istəmirəm. Çünki 24 il əvvəl dünya çempionatında, 2002-ci ildə dünya çempionatında Türkiyə məğlubiyyətlə başlamışdı mundialı, amma 3-cü yer. Bəli. Elə onu da gördüm. Bəli, hə. Sosial şəbəkələrdəki, yəni məğlubiyyətlə çox vaxt başlayır, amma bu qalibiyyət. Avropa çempionatında məğlubiyyətlə başlayır və yarım final, hətta 4-1 və yarım finala qədər gəlib. Ona görə ümidlərimizi üzməyək. Amma bu onların bir manifestidir məncə. Başlayırlar məğlubiyyətlə başlayırlar, daha sonra start götürürlər. Türkiyənin yer aldığı D qrupunda digər oyunla barədə danışmaq istəyirəm. Amerika Birləşmiş Ştatları öz meydanında Paragvayı qəbul etdi. 4 qol vurdu. Paragvay bunlardan sadəcə 1 qolunun əvəzini çıxa bildi. 4-1 hesabı ilə yekunlaşdı. Turnir cədvəlində vəziyyət isə belə deyək, Amerika Birləşmiş Ştatları top fərqinə görə birinci yerdədir. İkinci yeri Avstraliya, son pillələr isə 3-cü və 4-cü yerlər 0 xalla Paragvay ilə Türkiyə paylaşır. Yenə deyirəm, ümidimiz hələ ölməyib. Türkiyənin qarşıda 2 oyunu var. Paragvay ilə oyun gözləyir, sonra Amerika ilə çətin bir oyun gözləyir. Çünki ev sahibi də Amerikada güclü heyətlə gəlib. Yenə də bizim ümidimizi kəsməyək. Digər oyunların barəsində də, nəticələri barədə biraz məlumat vermək istəyirəm. Demək, B qrupunda vəziyyət belədir. Kanada və Bosniya-Hersegovina oyununda qalib müəyyənləşmədi. 1-1. Eyni zamanda Qətər və İsveçrə oyununda qalib müəyyənləşməyib, 1-1 hesabı ilə yekunlaşıb. C qrupunda Braziliya-Mərakeş oyunu möhtəşəm bir oyun idi. Qalib müəyyənləşmədi, çox gərgin mübarizə gedirdi. 1-1 hesabı ilə yekunlaşdı. Haitidə debutant Haiti Şotlandiya minimal hesabla məğlub oldu 0-1. E qrupunda Almaniya, Kurasao 7-1. Mən buradan üzümü tuturam. Bizim həmkarımız Firuzu təbrik edirəm bu arada. Çünki Firuz bilirsiniz ki, Almaniya azarkeşidir, Almaniyaya azarkeşlik edir və onun qalib olmasını istəyirdi. Amma 7 də çoxdur da. Amma mən dünən oyunu izlədim. Kurasao ümumiyyətlə balaca bir adadır. Belə deyək, Karib dənizində. Sumqayıtın yarısı qədər əhalisi var. Yəni o boyda əhalisi olan, 160 min, 170 minə yaxın bir əhalisi olan Kurasao o çempionata gəlib çıxdı. Mən izlədim, hətta onların baş məşqçisi advokat O necə göz yaşlarını saxlaya bilmədi. Hələ oyun başlamayıb, artıq göz yaşlarını saxlaya bilmədi. Çünki onlar üçün bir qürur idi həmin günü. Ümumiyyətlə, dünya çempionatında Kurasaonun gəlməsi və mənə elə gəlir ki, afərin onlara. Amma yaxşı başlamışlar. Bəli, yaxşı başlamışlar. Yaxşı başlamışlar, pressing edirdilər, amma qarşısında hegemon Almanya var da, maşın kimi. Amma qol vura bildilər, ən azından o qolu keçirə bildilər, acıqlarını çıxdı. Əhalisi də çox az əhalisi var, amma sənin nə işin var dünya çempionatında, Kurasao gəlib Almanyaya 7 dənə qol keçirdi. Əlbəttə, 48 komanda elə belə toplanmayıb ki, Kurasaodur, Haitidir, bunlar da öz gücləri göstərməlidirlər, yoxsa yox. Amma Haiti də mübarizə apardı Şotlandiya ilə, baxmayaraq ki, debutant komandadır və mübarizə apardı Şotlandiya ilə. Biraz öncə bitən oyun İsveç-Tunis 5-1 hesabı ilə
ilə qalib gəldi. İsveç F qrupunda digər oyun isə dünən gecə saatlarında bitdi. Niderland Yaponiya 2-2 hesabı ilə qalib müəyyənləşmədi. Çox gərgin mübarizə gedirdi. Mən hətta deyərdim ki, Yaponiya bu il sürpriz komanda olacaq. Mən ümumiyyətlə əvvəlki dünya çempionatlarında Yaponiya iştirak eləyib, xatırlayıram və güclü bir komanda kimi yadında qalır. Yaponiyanın özünə məxsus bir taktikası var, bir beyni var onlarda. Görünür ki, elə sürpriz komanda deyəndə həm də onu nəzərdə tutursan ki, onlardan bəlli olmur onlar nə edəcəkləri. Beyinləri bir qədər fərqli işləyir. 2002-də Türkiyə. Bəli, bəli. Sürpriz komandaydı və dünya üçüncüsü oldu. Mən keçən efirimizdə Aynur xanımdan və Nur Aynidən soruşmuşdum, azarkeşlik etdiyi komanda. Aysel, mən istəyərdim sizdən soruşum. Sizin azarkeşlik etdiyiniz komanda kimdir? Məndə Braziliyadır, amma Braziliya bir qədər indiki Braziliya deməzdim də. Mən bu çempionatın açılışında orada mən Ronaldonu gördüm, Roberto Carlosu gördüm, bəli, onları gördüm. Mən elə bir ki, o Braziliyanı istəyirəm, amma indiki Braziliyanı yox. İndiki komandalara baxaram hələ ki, görüm, seçməmişəm. Amma Aynurla Nuranə isə Ronaldo azarkeşlik edirlər, Portuqaliyaya yox. Yox, Aynur Portuqaliya dedi. Mən dedim Ronaldo harda orada. Ola bilər. Mərakeş də çox yaxşı komandadır. Hətta mən baxdım ki, Mərakeş dünya reytinqində 87-ci pillədən qalxıb 7-ci pilləyə. Yəni bu oyunun onların nə qədər yaxşı oynadığını da göstərir. O da sürpriz komanda ola bilər, niyə də olmasın. Baxaq görək. Mən maraqlı bir məqamı sizin diqqətinizə çatdırmaq istəyirəm. Deməli, Konqo Demokratik Respublikası qatılıb 52 ildən sonra mundiala və onların tərzləri turnirdə azarkeşlər çox maraqla qarşılayıblar, diqqət mərkəzində olublar. Geyimləri Bəbir geyimində. Bəli, gördüm onların Bəbir. Hava limanında qarşılayıblar və bütün azarkeşlər baxıblar ki, bu nə geyimdir, yəni bu nə tərzdir, bu nə üslubdur. Onlar deməli nəyə mesaj ötürmək istədilər? 1974-cü ildə ilk dəfə Konqo mundiala qatılanda onların formaları, futbol formalarının üstündə leopard yazısı və Bəbir yazısı və Bəbir təsviri var idi. Yəni biz sizi parçalamağa gəlmişik. Sanki bunlar da o mesajı vermək istəyir ki, biz sizi çantalarına qədər Bəbir dərisini təsvir edən bir görüntülər var idi. Həqiqətən də belə qara-qara adamlar belə gəlirlər. Adam həqiqətən bir defiləyə gəlmişlər kimi görünürdü. Qəşəng görsəndirdilər. Biraz bugünün oyunları barədə də məlumat vermək istəyirəm. Bugün nəhayət ki, mənim favorit komandam çıxış eləyəcək. Baxmayaraq debutant komandaya qarşı oyun keçirəcək. Amma yenə də bugün İspaniya Cabo Verde oyunu var. 20:00-da İctimai Televiziyanın canlı efirində. 23:00-da Belçika Misir. Bu da maraqlı oyundur. Gecə saat 2-də Səudiyyə Ərəbistanı Uruqvay. Səhər saat 5-də isə İran Yeni Zelandiya. İran Yeni Zelandiya da çox maraqlıdır. Amerikada olacaq oyun. Bəli, İran Amerikada olacaq. Mən bildiyim oradan bir maraqlı məqam var. Düşərgəsi Amerikada deyil, Meksikadadır. Orada qalırlar. Oyuna yarım saat qalmış gələcəklər, stadiondan tanış olacaqlar. İsim hərəkətləri, sonra oyun oynadınız, bitdi, getdiniz, duş aldınız və yenidən Meksikaya qayıdacaqsınız. Nə maraqlı. Maraqlıdır, hamısı izlənməli oyunlardır, təbii olaraq. Son olaraq mən bir məqamı tamaşaçıların diqqətinə çatdırmaq istəyirəm. Belə ki, hörmətli tamaşaçılar, dünya çempionatının həyəcanı İctimai Televiziyada davam edir. Günorta və axşam saatlarında bol futbol verilişində günün oyunları ətraflı şəkildə müzakirə olunur. Ekspertlər öz rəylərini və proqnozlarını bölüşürlər. Eyni zamanda qarşılaşmaların əsas məqamları müzakirə olunur. Odur ki, bol futbol verilişini qaçırmayın. Məndən bu qədər. Çox sağ ol, maraqlı məlumatlar üçün. Hər gün görməkdən çox məmnunuq, bu xəbərləri almaqdan. Təşəkkür edirik. Siz sağ olun, uğurlar, sağ olun.